Ermənistan müxalifəti hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin mətni üzrə danışıqların bitməsi Ermənistanın iki qat kapitulyasiyasıdır. Keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyası yekun mətnin dərhal çapını tələb edir. Açıq güc təhdidi ilə aparılan danışıqların istənilən nəticəsi Ermənistan Respublikasının vətəndaşları üçün qəbul edilməzdir və bu regionda ədalətli və uzunmüddətli sülhü təmin edə bilməz. Partiya beynəlxalq vasitəçisiz və beynəlxalq təhlükəsizlik zəmanəti olmayan sənədi qəbul edilməz hesab eləyir. Parlamentdəki müxalif Şərəfin var fraksiyasının rəhbəri də əldə olunan sənədi təslimçilik adlandırıb. Əgər 9 noyabr sənədini ilk kapitulyasiya hesab etmək olardısa, bu ikili kapitulyasiyadır. Çünki burada Ermənistan Respublikasının maraqları qətiyyən nəzərə alınmır. Parlamentdəki müxalif Ermənistan fraksiyasının lideri Robert Koçaryan Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalara hələ də münasibət bildirməyib. Yerevanda siyasi şərhçi Ruben Mehrabyan hesab edir ki, narazı kəsim əsasən Rusiyanın mənafeyini güdən kəslərdir. Aydındır ki, Rusiyanın regional siyasətinə xidmət edən qüvvələr və maraq qrupları bu vəziyyətin əleyhinə olacaqlar. Amma onların çox az tərəfdarı var. Onlar marginal qüvvələrdir. Onlar əvvəllər də nələrəsə cəhd eləyiblər. İndi bizim marağımızda olan odur ki, açıq suallar tez cavablansın və həmin qüvvələrə şərait yaranmasın. Məndə belə bir təəssürat yaranıb ki, Ermənistanın Azərbaycan tərəfinin təklifi ilə razılaşması Azərbaycan həm də Moskva üçün xoşagəlməz sürpriz olub. Bəxtimiz gətirdi ki, Ukrayna ilə müzakirələrdə indi Rusiyanın özü pis vəziyyətdədir. Mehrabyan deyir ki, razılaşma mətni çap ediləndən sonra ümumi mənzərə aydın olacaq. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə sənədin tezliklə çap olunacağını deyir. Sənəd tezliklə dərc olunacaq. Milli Məclisə gələcək, ratifikasiya olunacaq və xalq görəcək ki, bir tərəfli nizamlanma yoxdur. Bizim üçün faydalı olmayan, yalnız Azərbaycana faydalı olan heç bir nizamlanma yoxdur. Qərb dövlətlərinin liderləri Azərbaycan və Ermənistanın bəyanatını alqışlayırlar. Sülh danışıqlarının vasitəçilərindən olan Avropa Şurası sülh layihəsini regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübut adlandırıb. ABŞ dövlət katibi Marco Rubio isə bunun 10 illərdir davam edən münaqişə səhifəsini çevirmək fürsəti olduğunu deyib. Moskva platforması da danışıqların vasitəçisi olan Rusiya isə hələ ki məsələyə münasibət bildirməyib. Bakıda siyasi şərhçi Nəsim Məmmədlinin fikrincə, hər iki tərəf anlayır ki, Rusiya-Ukrayna müharibəsi bitsə, Rusiya diqqətini yenidən Cənub Qafqaza çevirəcək. Buna görə də tərəflər sülh sazişi bağlamağa tələsir. O, Ermənistanın içində bu prosesi əngəl olacaq qüvvələrin olduğunu düşünmür. Ermənistanda Nikol Paşinyanın əhali tərəfindən dəstəyi var. Bu dəstəyə görə mən düşünürəm ki, daha cəsarətli bu addımı atmaq imkanına malikdir. Onun müxalifəti, orada revanşist qüvvələrin reytingi çox aşağıdır. Bunlar birmənalı şəkildə Rusiya bağlı qüvvələrdir və Rusiya bağlı siyasi qüvvələrin Nikol Paşinyana qarşı aparacağı, qaldıracağı hərəkatın çox da uğurlu olacağına inanmıram. Cəmiyyət bu məsələdə Nikol Paşinyanı dəstəkləyəcəkdir. Ermənistan tərəfi sazişin imzalanması tarixi və yeri barədə Azərbaycanla məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib, hələ ki, rəsmi Bakı bu barədə fikrini bildirməyib. 2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda sülh danışıqları aparırdı. Saziş layihəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhəddən üçüncü ölkə nümayəndələrinin geri çəkilməsi və başqa məsələlər yer alıb.